Salamlar. Mən sizə bugün öyrədəcəm ki, yerin altına necə girirlər çit vasitəsilə. Bunun üçün həmən kimi çetəngini açırıq, dağılır point blank-a. Prosesoru seçirik. Point blank open array of bytes edirik və bu kodu atırıq bura. Saytı yerləşdirəcəm. Freska ilə vururuq, gözləyirik. Gördüyünüz kimi znaçeniyaları tapdı. Biz znaçeniyalardan 9-uncusunu seçirik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Sağ knopkanı basırıq. Browser. Və burada yuxarı çıxırıq. Çıxırıq. Burada görürsünüz. 3F 05'in altında 3F. 3F'i götürüb adres disk edirik. Burada 2 byte edirik. OK. Bir də təkrar edirik bunu. 2 byte OK. Bunu X edirik. Aşağıda gördüyünüz 2 byte 2 dənə. Birinci üstünə sağ knopkanı basırıq. Set OK edirik. Buraya yazırıq Q. Buraya yazırıq 40. Aşağıdakında sağ knopkanı basırıq. Set edirik. Buraya yazırıq E. Buraya yazırıq 41. OK. Hər şey hazırdır. Bu çit yalnız terörist olanda işləyəcək. Və daxil olursunuz liboy bir otağa. Sniper biblioteka. Aha. Bir dəqiqə. Aha, bax biz teröristıq. İqratı basırıq. Və biz burada eyni basırıq. Oyuna girən kimi oba eyni bastıq. Və yuxarı bax belə çıxa bilirik. Rahat. İndi bir dəfə özümü öldürüm. Öldürürük. Aha. Yəni bu çit ancaq terörist olanda işləyir. Gördüyünüz kimi indi də biz gelirik yerin altına. Yaxşıdır, bax belə bıçaq çitini vura bilərsiniz. Aha. Bıçaq çiti ilə yaxşı olardı. Bıçaq çiti ilə oynardınız bax beləcə. Bugünlük bu qədər. Sağ olun.